Hər kəsə salamlar. Videomun park hissəsinə xoş gəlmisiniz. Bu hissədə biz artıq Şuşa rayonuna çatmışıq. Bu səfərki Şuşa videomda çalışacağam ki, fərqli məlumatlar verim. Çünki daha öncə çəkdiyim Şuşa haqqında bir videom daha var. Oradan keçib daha ətraflı və fərqli məlumatlar əldə edə bilərsiniz. Şuşa rayonu bütün Qarabağın ürəyi hesab olunur. Şuşa 19-cu əsrdən etibarən bütün Qafqazın ədəbiyyat, musiqi və incəsənət mərkəzi olub. Hətta Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtı da elan edilib. Biz indi Şuşaya çatdıq. Burada göstərim Saatlı məscidindəyik. Keçən səfər gələndə yuxarı Gövhərağa məscidindəydik. Aşağı mən elə bildim bura aşağıdır. Amma bura Saatlı məscidiymiş. İndi bayaq plakatdan oxudum. Mən bilirdim bu da Gövhərağa məscididir. Bu gördüyünüz Saatlı məscididir. Məscid 1883-cü ildə məşhur memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilib. O həm də yuxarı və aşağı Gövhərağa məscidlərinin müəllifidir. Məscidin adı da elə məhəllənin adından götürülüb. Əvvəllər bu məhəllədə Saatlı tayfasının nümayəndələri yaşayırdı. Rəngarəng kəndəsi naxışlarla bəzədilmiş tək minarəsi ilə Şuşanın digər məscidlərindən seçilən Saatlı məscidi Qarabağ memarlığının ən incə nümunələrindən biridir. Qarşıda gördüyünüz bina isə Şuşanın icra hakimiyyətinin binasıdır və önündə 3 dənə büst var. Uzun illər Bakıda İncəsənət Muzeyinin həyətində yaralı şahidlər kimi qalan bu 3 büst Xurşudbani Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləridir. 1992-ci ildə güllələnən bu abidələr artıq öz evində Şuşada icra hakimiyyətinin qarşısında dayanır və Qarabağın yenidən doğuluşunu simvolizə edir. İndi biz gəlmişik şirin su hamamına. Mən daha öncə keçmiş bir hamamda olmamışam. Əslində görsəm daha yaxşı olar. Güman edirəm ki, açıqdır və bağlıdır. Bu gördüyünüz hamam şirin su hamamıdır. Hamam 1888-ci ildə Qarabağ xanının qızı məşhur şairə Xurşudbani Natəvan tərəfindən tikdirilib. Şuşadakı digər hamamlardan fərqli olaraq bu hamam Natəvanın Şuşaya çəkdirdiyi məşhur şirin su kəmərinin suyu ilə işləyirdi. Elə ona görə də adı buradan götürülür. Elə gördüyünüz bu hamamı da Kərbəlayı Səfixan Qarabağı inşa edib. Və elə bu küçədə də Azərbaycan tarını sinəyə qaldıraraq ifa etməyi tətbiq edən Dahi Tərsən Sadıqcanın ev muzeyi yerləşir. Lakin biz gedəndə təmirə bağlı olduğu üçün biz ora keçə bilməmişdik. Qarşıda gördüyünüz elə göy pəncərəli evdir. Biz ora keçə bilməmişdik, lakin son zamanlarda artıq ev muzeyi olaraq fəaliyyətə başlayıb. Şirin su hamamının yerləşdiyi küçədə fərqli tarixi tikililər mövcuddur və elə həmçinin küçənin başında da aşağı Gövhərağa məscidi dayanır. Bəli, bu gördüyünüz aşağı Gövhərağa məscididir. Aşağı Gövhərağa məscidi İbrahim Xəlil xanın qızı Gövhər ağanın sifarişi və maliyyə dəstəyi ilə inşa edilib. Bünövrəsi daha tez qoyulsa da, məscidin inşası 1875-1876-cı illərdə tam başa çatdırılıb. Yəni, yuxarı Gövhərağa məscidindən təxminən 10-12 il sonra. Məscid Şuşanın aşağı məhəlləsində, Qurdlar məhəlləsində yerləşir. Elə adında aşağı sözü də onun şəhərin nisbətən aşağı hissəsində yerləşməsinə görə yuxarı Gövhərağa məscidindən fərqləndirilməsi üçün verilib. Elə bu məsciddə Qarabağ Memarlıq Məktəbinin banisi, dahi memar Kərbəlayı Səfixan Qarabağ tərəfindən inşa edilib. Yuxarı Gövhərağa məscidindən fərqli olaraq aşağı Gövhərağa məscidinin 2 minarəsi ana binaya bitişik deyil. Məscidin arxa künclərində cənub-qərb və cənub-şərq hissəsində ayrıca yüksəlir. Tikintisində Şuşanın yerli ağdaşından və kərpicindən istifadə olunub. Minarələrin üzəri xüsusi relyefli kərpic naxışları ilə bəzədilib. Məscid kompleksinin daxilində məhz onun tarixi mədrəsə binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra muzey ekspozisiyası yaradılıb. Muzeyin adı və mövzusu Qarabağ və Şərqi Zəngəzur muzeyidir. İşğaldan əvvəl və sonra intibah sərgisidir. Burada işğaldan əvvəlki Qarabağ və Şərqi Zəngəzurun tarixi, mədəniyyəti və dini abidələri haqqında foto və video materiallar mövcuddur. İşğal dövründə ermənilər tərəfindən dağıdılmış tarixi, dini abidələrin və ekosidin sübutları, məsələn, bərpa zamanı divarlarda saxlanılan vandalizm izləri, Vətən müharibəsindən sonra bölgədə aparılan geniş quruculuq və bərpa, yəni intibah işləri elə məhz bu sərgidə sərgilənir. 19-cu əsrdə məscid kompleksi tikilərkən onun nəzdində fəaliyyət göstərən mədrəsədə geniş bir kitabxana yaradılmışdı. Buraya dinşünaslıqla yanaşı şərq ədəbiyyatı, fəlsəfə, astronomiya və xəttağlığa aid qiymətli kitablar toplanılmışdı. Məscidin yerləşdiyi bu həmin Qurdlar məhəlləsi Şuşanın ən savadlı, ziyalı, bəy və din xadimlərinin yaşadığı ərazilərdən biri idi.
Kitabxana həm mədrəsə tələbələri, həm də şəhər ziyalıları üçün mütaliə və müzakirə yeri rolunu oynayırdı. İndi Erməni işğalında bizim Azərbaycanda görür ki, aşağıda məsciddə xat çəkiblər və biz də silməmişik ki, onlar başqa adamları göstərək ki, onlar necə haqsızlıq edirlər. Məscidin içinə xat çəkiblər. Hə, bir dənə ağac budağı çıxıb, tarixi ağac budağı çıxıb məscidin içindən. Və elə gördüyünüz kimi, qardaşım aşağıda məscidin içərisində olarkən gördüklərini qaça-qaça yuxarı çıxıb mənimlə bölüşməyə gəlmişdi. Əslində çox gözəldir. Zaman, yəni yay deməkdir. Autumn payız deməkdir. Spring yaz deməkdir. Və winter qış deməkdir. Winter yəni soyuq. Bu Şuşada olan 4 fəsli göstərmə məqsədi ilə hazırlanmış şəkillərdir. Əslində belə çox maraqlıdır ya, buranın belə olması həqiqətən çox maraqlıdır. Çox yaxşı ideyadır. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra həmin mədrəsə hücrələri bərpa olunaraq həm muzey sərgi, həm də zəngin, interaktiv, arxiv və kitabxana mərkəz kimi yenidən həyata qaytarıldı. Buraya gələn ziyarətçilər həm tarixi eksponatlara baxır, həm də rəqəmsal kitabxana, yəni arxiv vasitəsilə bölgənin tarixi haqqında nadir sənədlərlə tanış ola bilirlər. Və muzeydəki muzey əməkdaşı, yəni muzey bələdçisi olan xanım bizə çox maraqlı və önəmli məlumatlar verdi. Sərgi boyu bizimlə gəzib, sərgini bizə izah etdi. Biz indi bu məscidin həyətində, bu ərazisində dediyim kimi tarixi mədrəsə binaları olub, sonra kommunal müəssisə kimi Şuşa sakinlərinə verilib. Heydər Əliyev Fond tərəfindən bərpa işləri aparılandan sonra artıq bura muzey kimi Qarabağ Şərqi Zəngəzur muzeyi və birinci mərtəbə kitabxana kimi fəaliyyət göstərir. Və bunlar indi ermənilər İşğal etdikdən sonra bu xat şəklini çəkiblər və biz Azərbaycan olduğumuz üçün bunları silməmişik. Çünki yəni düşmənin necə olduğunu. Çünki başqa ölkələrə sata göstəririk ki, yəni onlar necə cığalcıqlar da, yəni necə deyim? Yəni bizim məscidi özlərinmiş kimi göstərməyə çalışır. Sonra 4-5 metrlik ağac budağı tapılıb və işıq gördüyünüz qarşınızda və onun üstündə yazılıb. Nə var? Nəsə yazılıb. Aha. Və işğal dövründə erməni vandalizmə məruz qalmış məsciddə aparılan bərpa işləri zamanı mehraba aşkarlanmış ağac budağı olduğu kimi qorunub saxlanmışdır. Bildiyiniz məscid erməni vandalizmə məruz qaldıqdan sonra bayaq şəkildə göstərdiyim kimi tamamilə dağıdılıb. Bura 3 il ərzində bərpa olunub. Burada bərpa olunan zaman orada göstərdiyim xaç işarəsi aşkar olunub və o xaç işarəsində biz özümüz bilərəkdən saxlamışıq və ermənilərin necə hərəkət etdiklərini başqa dövlətlərə və insanlara göstərmək üçün onlar xaç işarəsini saxlayıblar. Bir də içərisində budaq ağacı olubmuş burada dağılandan sonra. Elə onu da qorunub saxlanılıb. Burada elə yuxarı Gövhərağa məscidinə çox bənzərdir. Zaten ikisində eyni Gövhərağa tikdirib. Pənahəli xanın nəvəsi Xurşud Manatovanın da səhv eləmirəmsə övladı olmalıdır. Belə. Sonra isə Cıdır düzünə gəldik. Mən əslində Cıdır düzü haqqında o bir videomda çox geniş məlumat vermişəm, amma burada da qısa bir şeylər demək istəyirəm. Cıdır sözü elə at yarışı deməkdir. Qarabağ xanlığı dövründən başlayaraq burada məşhur Qarabağ atlarının iştirakı ilə Cıdır yarışları, çovqan oyunları, pəhləvan güləşləri və el şənlikləri keçirilərdi. Cıdır düzü tək idman yeri deyil, həm də musiqi mərkəzi olub. Şuşanın dahi xanəndələri, aşıqları və şairləri əsrlər boyu burada məclislər qurub muğam oxuyublar. Hətta 1989-cu ildən keçirilməyə başlayan və Şuşanın azadlığından sonra yenidən bərpa olunan dünyaca məşhur Xarı Bülbül Beynəlxalq Musiqi Festivalı məhz Cıdır düzündə təşkil olunur. Həmçinin Cıdır düzünün sıldırım qayalıqları altında kanyon tərəfdə qədim xan mağarası yerləşir. Rəvayətlərə və tarixi mənbələrə görə müharibələr və mühasirələr zamanı bu mağaradan Daşaltı çayına düşən gizli yollar və sığınacaq kimi istifadə olunub.
Cıdır düzünün yamaçları dünyada analogu olmayan, forması bülbülü xatırladan xarı bülbül çiçəyinin ən çox bitdiyi ərazilərdən biridir. Ay kız bu ne ders kız, bu ne tel, ölerim derdinden, onu bil, danışmasan da bana, karı gül. Şuşada akşamlar yanar ulduzlar, onlardan güzel